Dünyanın yaranması. Lap əvvəldə heç nə yox imiş. Nə yer, nə göy, nə qum, nə də soyuq dalğalar. Təkcə Ginqunqaqap adlı nəhəng və dibsiz bir uçurum varmış. Ondan şimalda Dumanlar səltənəti Nifilxeym, cənubda isə Odlar səltənəti Muspelxeym mövcud imiş. Muspelxeym sakit, işıqlı və isti imiş. Elə isti imiş ki, həmin ölkənin övladları olan odlu nəhənglərdən başqa orada heç kəs yaşaya bilmirmiş. Nifilxeymdə isə əksinə əbədi soyuq və zülmət hökm sürürmüş. Bir gün Dumanlar səltənətində Görgelmir çeşməsinin başı açıldı. 12 güclü seldən ibarət Elvaqar axarını bu çeşmədən alıb sürətlə cənuba cumdu və Ginqunqaqap uçurumuna töküldü. Dumanlar səltənətinin amansız şaxtası selləri buza döndərdi. Ancaq Görgelmir çeşməsi aramsız axdığı üçün iri buzlaqlar getdikcə artdı və Muspelxeymə yaxınlaşdı. Nəhayət, buzlar Odlar səltənətinə o qədər yaxınlaşdı ki, əriməyə başladı. Muspelxeymdən qalxan qığılcımlar əriyən buza qarışıb ona həyat verdi. Bu zaman birdən Ginqunqaqap uçurumunun dibindən boylanan bir nəhəng uçsuz bucaqsız buz səhrası üzərində ucaldı. Bu, yer üzündə ilk canlı xilqət nəhəng İmir idi. Elə həmin gün İmirin sol əlinin altından dünyaya bir oğlan və bir qız gəldi. Ayaqlarından isə 6 başlı nəhəng Turutgelmir doğuldu. Beləliklə, onları yaratmış buz və od kimi amansız və qəddar olan nəhənglər Grimtursenlər nəslinin əsası qoyuldu. Nəhənglərlə eyni bir vaxtda əriyən buzdan nəhəng inək Aldubla yarandı. Onun əmcəklərindən axan 4 süd çayı İmiri və onun uşaqlarını qidalandırdı. O zamanlar hələ yaşıl otlaqlar yox idi. Aldubla duzlu buz dağlarını yalayıb yemlənirdi. Birinci günün axırında həmin dağlardan birinin zirvəsində tüklər göründü. İkinci gün bütöv bir baş aşkara çıxdı. Üçüncü gün qurtaranda isə buzlaqdan güclü nəhəng Buri çıxdı. Onun oğlu Björ nəhəng Besla ilə evləndi. O da Odin, Vili və Vey adlı 3 oğul Allah doğdu. Yaşadıkları dünya qardaş Allahların xoşuna gəlmədi. Onlar amansız İmirin hökmranlığına da dözmək istəmədilər. Qardaşlar ilk nəhəngə qarşı üsyan etdilər və uzun müddət davam edən şiddətli vuruşdan sonra onu öldürdülər. İmir o qədər yeşə idi ki, o biri nəhənglərin hamısı onun yaralarından fəvvara vuran qanda boğuldular. İnək Aldumpla da bu qanda qərq oldu. Yalnız İmirin nəvələrindən biri Bergelmir qayıq düzəldib arvadı ilə birlikdə aradan çıxmağa müvəffəq oldu. Artıq heç kəs Allahlara dünyanı öz istədikləri kimi qurmağa mane ola bilməzdi. Onlar İmirin bədənindən yastı dairə şəklində torpaq yaratdılar. Bu torpağı İmirin qanından əmələ gəlmiş dəryanın ortasına qoydular. Allahlar torpağa Midgard adını verdilər ki, bunun da mənası orta ölçə demək idi. Sonra qardaşlar İmirin kəlləsini göy qübbəsinə çevirdilər. Sümüklərindən dağlar, saçlarından ağaclar, dişlərindən daşlar, beynindən buludlar düzəltdilər. Allahlar göy qübbəsinin 4 küncünün hər birini buynuz şəklində burdular və hər buynuzu da külək istiqamətində yerə bastırdılar. Şimal tərəfə Nodri, cənub tərəfə Sudri, qərb tərəfə Vestri və şərq tərəfə Austri adını verdilər. Muspelxeymdən çıxan qığılcımlardan Allahlar ulduz düzəltdilər və göy qübbəsini bu ulduzlarla bəzədilər. Onların bir hissəsini tərpənməsin deyə qübbəyə bərkitdilər. Qalanlarını isə vaxtı öyrənmək üçün qübbədə elə yerləşdirdilər ki, dairə üzrə hərəkət etsinlər. Odin və qardaşları dünyanı yaradandan sonra onu məskunlaşdırmaq qərarına gəldilər. Bir dəfə dənizin sahilində göyrüş ağacına və qızılağaca rast gəldilər. Allahlar bu ağacları yondular. Göyrüşdən kişi, qızılağacdan qadın düzəltdilər. Sonra Allahlardan biri onlara həyat, o biri ağıl, üçüncüsü qan və al yanaq verdi. Beləliklə, yer üzündə ilk insanlar meydana çıxdılar və Allahlar onlara ad qoydular. Kişiyə Ask, qadına isə Empla dedilər. Allahlar nəhəngləri də yaddan çıxarmadılar. Dənizin o tayında, Midgardın şərqində Jotunheim ölkəsini yaratdılar. Onu Görgelmirə və onun nəsillərinin ixtiyarına verdilər. Zaman keçdikcə Allahların sayı artdı. Qardaşlardan böyüyünün, Odinin çoxlu uşağı oldu. Onlar yerdən yüksəkdə özləri üçün ölkə yaratdılar. Bu ölkəni Asgard, özlərini isə As adlandırdılar. Asgard və Aslar haqqında sizə sonra danışacağıq. İndi isə ayın və günəşin necə yarandığı barədə söhbətimizə qulaq asın.